Bu dəfə sizə tamam fərqli bir postla gəlmişəm. Hovuz tikmirik, lakin həyətimizdə uzun müddətdir istifadə eləmədiyimiz hovuzumuzu dərindən təmizləyirik. 2 gün sonra qızımın doğum günüdür, 6 yaşda olur və bizdən xahiş etmişdi ki, evdə, həyətdə basen parti edib podruqalarımı dəvət edin. Biz də atası ilə razılaşdıq. Elə onlar yatmışkən istədik ki, baseni dərindən təmizləyək. İlk öncə yığılan bütün tozları, qumu, xəzaları yığışdırdıq, amma bu asan hissəsi idi. İndi isə gəlirik ən çətin hissəyə. Hovuzda ən çətin məsələ də odur ki, boruları dəhşət çox pis vəziyyətdə idi, tutulmuşdu, qətiyyən su getmirdi. Yay gedəndən bəri 2-3 usta çağırmışıq, amma hər birinin işi bir həftə ərzində yenidən bu vəziyyətə qalırdı. Mən də düşündüm ki, usta yox, məsələni elə bir dəfəlik özümüz həll edək. Bilirsiniz ki, mənim bütün təmizlik vasitələrimin hər biri premium kimkasandır və gördüm ki, onlarda çox gözəl boru təmizləyici var. Xanımlar da çox bəyənərək istifadə edirlər. Elə mən də evə sifariş etdim. Elə nəticədə göz qabağındadır. Həqiqətən də dəqiqələr içərisində boru təmizləndi, gül kimi oldu. Əvvəlcə bir stəkana əlavə edib üzərinə tökdüm və bütün kirlər, hər biri içərisində olan toz, torpaq, yarpaqlar, daş qırıntıları hər birini təmizlədi. Bir sözlə məhsulu həqiqətən çox bəyəndim. Siz də rahatlıqla evdə, mətbəxdə, hamam otağında istifadə edə bilərsiniz. Əminəm ki, çox razı qalacaqsınız. Daha sonra isə keçdim kafellərini yaxşıca yumağa. Uzun müddət istifadə etmədiyimizə görə üzərində göbələk, ərf və pas ləkələri var idi ki, bunların içində premium kimkasda çox gözəl xlorsuz bir dərman var. Ondan sifariş etmişdim. Əvvəlcə dərman püskürdən qabaq su ilə qarışdırıb kafellərin üzərinə vurdum. Biraz qaldıqdan sonra isə vedədə su ilə həmən dərmanla qarışdırıb qubqa vasitəsilə bütün hər yeri köpükləndirdim. İllərin getməyən ləkələri dəqiqələr içərisində tərtəmiz oldu. Bir sözlə həm yoldaşım, həm də mən çox zövq aldıq ki, bu qədər gözəl təmizləndi. Vəssalam, bizdən bu qədər. Baseni gül kimi təmizlədik, bitirdik. Daha sonra isə qoyduq ki, dolsun. Sabah gün ərzində dolub suyu da qızdıqdan sonra birisi gün basen partisi ilə vlog çəkəcəm. Məhsulları aldığım səhifəni aşağıdan qeyd edəcəm. İstəsəniz yazıb sifariş edə bilərsiniz. Belə videolar üçün səhifəmi izləməyi unutmayın. Hələlik.